Sabahın xeyir Azərbaycan. Gəlin maraqlanaq. Köhnə Bakıdan insanların yaddaşında nə qalıb? Mənim yadımdadır ki, atam bizi tez-tez gətirirdi bulvara, oradakı atraksiyonlara və s. Bulvar. Bulvar. Çox sağ olun. Adamın eğer gəncliyi oradadırsa, orada bəzi nostalgilər var. Cavan vaxtı nələrsə olub, oxuduğun illər, institut, o birisi cavanlıq, onlar var. Onda daha sadə idi, sözsüz ki. Onda həyat biraz, adamlar daha mehriban idi, belə şeylər var idi. İnsanlar arasında ünsiyyət, səmimiyyət daha yaxşı idi, səmimi idi. Amma belə vizual olaraq təbii ki, görünüş indi möhtəşəmdir, gözəldir. 15 yaşımdan çıxmışam, Quba rayonundan gəlmişəm bura. O da budur, hər bir xatırı, hər bir gözəlliyi görmüşəm. Yaxşını da görmüşəm, pisi də görmüşəm. Dediyim odur ki, indi daha da görürük də nə varsa, göz qabağındadır. Daha yaxşı olub Bakı. Daha indi göz qabağındadır, əlbəttə yaxşı olmaz. Hər şey yaxşı idi. Köhnə Bakıda nə qalıb yaddaşımda? Qəşəng münasibətlər, qəşəng nə deyim, bir-birindən ünsiyyət, cəmaət bir-birindən ünsiyyətdə çox yaxşı idi. Hörmət var idi. Tutam ki, metroda, avtobusda gedirdin, cəmaət sənə yer verirdi. Gerçekten tezle çıxırdıq Dağüstü Parka. Folklordan istifadə edirdik işləyən zamanı. Gözəl sərin kafesi var idi. Orada gözəl dondurma yeyirdik. Gəzirdik. Bax, yəni bu və köhnə Bakının Tofiq Bəhrimov adına stadion mən xatırlayıram. Oyundan əvvəl minlərlə adam, hamı qardaş kimi bir komandamız var. Neftçiyə azarkeşliyə girdik və çox həvəslə hamı gedirdi futbola baxmağa. Necə ki, bugün Qarabağa gedirik baxmağa.